Qarabağ iqtisadi rayonunda faydalı yataqların qanunsuz istismarı əleyhinə Laçın-Xankəndi yolunun Şuşadan keçən hissəsində ekofəalların keçirdiyi aksiyalar 10 gündür ki davam eləyir və çətin hava şəraitində davam eləyən etirazlarda iştirakçılar aksiyanın BMT Təhlükəsizlik Şurasının iclasında bəzi dövlətlər tərəfindən qərəzli şəkildə təqdim edilməsi ilə bağlı bəyanat yayıblar. Dekabrın 12'sinden başlayan ve 10 gündür ki devam eden ekoterrora ve qanunsuz istismara karşı aksiyalar Birleşmiş Milletler Təşkilatı Təhlükəsizlik Şurasının iclasında aksiyalara bir tərəfli yanaşma ilə bağlı bəyanat qəbul olunub. Sənəddə aksiyanın BMT Təhlükəsizlik Şurasının iclasında bəzi dövlətlər tərəfindən qərəzli şəkildə təqdim edilməsi, müzakirələrin yerdə real vəziyyəti əks etdirməməsi ilə bağlı təəssüf ifadə olunub. Xüsusilə Fransanın bu platformadan bir tərəfli şəkildə sui-istifadə etməsi, beynəlxalq ictimaiyyəti çaşdırmaqla çirkin propaganda aparmasının qəbul edilməzliyi vurğulanıb. Bəyanatda həmçinin BMT Təhlükəsizlik Şurasının ikili standartların girovuna çevrildiyi və Laçın-Şuşa-Xankəndi yolunun Azərbaycanın suveren ərazisi olduğu diqqətə çatdırılıb. Sənədi 100-dən artıq qeyri-hökumət təşkilatı imzalayıb. Ərazidə erməni əsilli əhalinin blokadaya salındığı ilə bağlı iddiaların cəfəngiyyat olduğu bir daha bildirilib. Yeri gəlmişkən, gün ərzində ekofeallar daha bir mülki avtomobilin keçidinə şərait yaradıblar. Daha bir sülhməramlı kontingentə aid avtomaşın aksiyaların keçirildiyi ərazidən keçdi və heç bir maneə olmadı. Sərt hava şəraiti nəzərə alınaraq aksiya iştirakçılarına ictimaiyyətdən müxtəlif dəstək göstərilir. Bugün Regional İnkişaf İctimai Birliyinin könüllüləri ictimai dəstək nəticəsində toplanmış papaq, əlcək, şərf və digər isti geyimləri aksiya iştirakçılarına paylayıblar. Sərt hava şəraitinin davam etməsi nəzərə alınaraq, qarşıdakı günlərdə də aksiya iştirakçıları müvafiq isti geyimlərlə təmin olunacaqlar. İsti geyimlər, məsəl üçün papaq, əlcək və digər isti geyimlər aksiya iştirakçılarına RIP könülləri tərəfindən paylanılır. Belə tip aksiyalar davam edəcək. İctimai dəstək ilə toplanılmış isti geyimlər Regional İnkişaf İctimai Birliyinin könülləri tərəfindən aksiya iştirakçılarına təqdim olunur. İctimaiyyətin buradakı dəstəyi, vətənin, millətin bizə olan dəstəyi, baxmayaraq ki, hava şəraiti soyuqdur, bu bizi isidir. Dünəndən hava şəraitinin pis olmağına baxmayaraq, ta ki bizim istəklərimiz yerinə yetirilənə qədər aksiyada davam etməyə hazırıq. Hər birimiz səfərbərlik bu yolda. İnşallah ki, öz məqsədimizə çatacağıq. Bu terrorun sonunun gəlməsini istəyirik. Hal-hazırda terrorun sonunun gəlməsi üçün əlimizdən gələni də edirik, əlimizdən gələni də eləməyə davam edəcəyik. Qarabağda yerləşdirilən separatçı terrorçu rejimin Qızılbulaq və Dəmirli yataqlarını qanunsuz istismar etməsi və bunun yaratdığı ekoloji terror əleyhinə etirazlar sutkanın qaranlıq vaxtında davam edir. Sərvətinə dayaqdır! Sərvətinə dayaqdır! Hava qaralmağa başlayıb, artıq həqiqətən də soyuq insana təsir edir. Amma bütün bunlara baxmayaraq yolun həm Laçın istiqamətində, həm də Xankəndi istiqamətində aksiya iştirakçılarının tələbləri səslənməkdədir. Gənclər, tələbələr, fəallar, hər kəs buradadır və tələblərimiz yerinə yetənə qədər burada olacağıq. Nə qədər davam eləməyindən asılı olmayaq biz buradayıq. Yəni, gəlmək istəyənlər çox idi. Bu qismət mənə nəsib oldu ki, mən gəldim. Həqiqətən ürəyi burada olan çox insanlar var ki, ürəyi buradadır. Sonuna qədər buradayıq. Belə deyək, Azərbaycanın sərvətlərinin, təbii sərvətlərinin talanmasına icazə verməyəcəyik, təbiətimizin məhv olmasına icazə verməyəcəyik. Vətəndaş cəmiyyəti təmsilçiləri ekoloji terror dayandırılana dək aksiyaları davam etdirəcəklərini bir daha vurğulayıblar. Azərbaycan vahiddir! Sərvətinə sahibdir! Sərvətinə sahibdir! Elnur Tofiq, Elşad Heydarov, Rüstəm İkiazadə, Rauf Məmmədov, ASTV Xəbər.